Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Velhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tayyibin tahirin. Biz əvamir bəhsindəyik. Dedik, əmri bir dəfə biz maddə cəhətindən söhbət edəcəyik. Bir dəfə heyəti cəhətindən, şəkli cəhətindən. Həmin o səhvdə edilir siğəsi cəhətindən. Hələ ki maddəsində 3 dənə fəsil var. Birinci fəsildə deyir ki, əmr müştərək ləfzidir. Müştərək ləfzi idi nə ilə nə arasında? İş mənası ilə və tələb mənası. Tələb yəni əmr, tələb yəni dəstur. Əmr, yəni bir şey ki var, sənin tələb, əmr bizdəki tələb mənasından başqa məna tapa bilmirəm. Farsında mənaların bir çox deyil. Bizdə bəlkə əmr tələb mənası. Tələb əmr mənası, tələb şey. Hətta onu deyirəm, deyir, tələb mənası. Və dedik ki, müsənnifin rəyində bunların hər ikisinin istimalı var, yəni istifadəsi var. Hərçənd ki, bəziləri deyirlər ki, biz görməmişik əmr ki, iş mənasında olsun. Müsənnif Qurandan ayələr neynədir? Gətirdi. Bir də budur ki, şaviruhum fil əmr. Sən bunlarla məsləhətləş işlərdə, yəni işdə məsləhətləş, tələblərdə məsləhətləşmə ki, kafirlərlə ki, Allahın göndərdiyi əmrləri. Xülasə çox. Və digər olan dəlillər budur ki, cəmləri müxtəlifdir. O əmr ki, iş mənasındadır, umurdur. O əmr ki, tələb mənasındadır. Olur, əvamir olur. Və başqa bir şey demişdim, inşallah yadınızdadır. Bizim usulda bəhsimiz əmr ki, əvamir, həmin o tələb mənasında olur. Ondan danışırıq. Başqa tələblər. Ağacan, bəhsimiz ikinci məbhəs ondan söhbət edir ki, tələb ki, əmr haçan tələb mənasını verəcək. Hələ tələsməyinə tələb vücub həddindədir, müstəhəb həddində, hələ ora çatmır. Hələ o növbəti dəst. Bu əmr ki, desən, haçan əmr tələb mənasını verəcək hələ? Haçan. Bildik, əmrin tələb mənası var, iş mənası, onu bildik. Əmrin ayə tələb mənasında olmasına bir şey məgər şərtdirmi? Tələb mənasını versin, yoxsa? Burada 4 dənə rəy var. Bəs əmr tələb mənasını ifadə eləmək üçün danışıqda, ya başa düşmək üçün tələbi 4 dənə rəy var ki, bəziləri şərt bilirlər, bəziləri nəsə şərt bilirlər. Nə gedir bir-bir? Ondan əlavə icazə bir iki dənə istilahları bəyan edin, burada din üstündən keçir. Ağacan, biz əgər aşağıda yoxsa, bir şey tələb ediriksə, yuxarıdan tələb ediriksə, ona əslində deyərlər dua. Düz. Yox, bizim əgər məqamlarımız eynidirsə, məqam yəni mən də bəndə, sən də bəndə, bu cürə məqamla danışırıq. Buna deyirlər iltimas, ya xaiş. Elə ərəb nə? İltimasdır mənası. Düz? Aydın oldu. Bir dənə də varımızdır ki, bir dənə də varımızdır ki, diqqət edin, aşağıdan yuxarı getsə, Dua mənası, dua olur. Aşağıdan olan tələb duadır. Eyni səviyyədə olan tələb. Amma yox, yuxarının tələbi olsa aşağıdan bir şey, məsələn, Mövla, Seyyid Ağa öz əbdindən, Allah Teala öz bəndəsindən tələbi olsa, bu əmrdir. Bunu saxladınız? Gəlirik. Bunları bildiniz bu istilahları. Varsa məqam zəhətdən bölürsən. Hə, bunlar məqamsız kəlmələr müxtəlifdir. Niyə deyirlər dua elə? Yəni, nəsə tələb eləyirsən bir kəsdən ki, o səndən yuxarıdadır. Niyə deyirəm iltiması dua? Sən məndən yuxarı görsən, yəni bəndə cəhətindən. Hə? Yəni, mən səndən istəyirəm, tələb eləyirəm, yəni səndən eyni hesab edəyəm. Nə ki, sənə əmr eləyirəm, mən olurum amir. Nə ki, mən sənə dua eləyirəm ki, mən sənə aşağı eləyəm. Bir də var, amir, ağa sənə nə eləyə bilər, bir şey tələb eləsə, ona deyirlər əmr deyirlər. Bu saxladıq. Burada əmərənin tələb mənasında olması üçün, əmərənin tələb mənasında olması. Yəni, tələb ki, əmri satdıracaq. 4 dənə şey var, rəy var ki, şərti var, yoxsa yox. Bir rəy deyir ki, əmrin tələb mənasında olması üçün kifayətdir ki, əmr eləyən şəxs doğrudan da ali olsun, üstün olsun, həqiqətdən. Yəni, uluvvu olsun, uluv yəni aliliyi olsun. Məsələn, Peyğəmbərin bizə qarşı, bizə nə uluvvu var, üstünlüyü var. Yaxud da Allah Taala'nın ya müəllim tələbə və ilə axırda hamısı ki, biz onu həqiqətdə bu üstün bilirik. Bu bir. Bəs onda nəticə etibarından şərtdir ki, hər kəsin doğrudan da həqiqətən uluvu varsa, üstünlüyü varsa,
o əgər əmərə maddəsi ilə bir şey ona desə, bu ona əslində tələb edilir ondan əslində həqiqətdə. Bir şeyi əmr edib tələb edilir ondan. Aydın oldu? Məsələn, fərz et ki, sənin atan sənə deyir ki, Seyid, amiruka ən tə'tiyə bilmay. Əmr edirəm ki, sənə mənə nə ətir? Su etir. Burada kifayət deyirlər ki, onun məqamı ki, səndən üstün oldu həqiqətdən, bu kifayət, bunun bu əmri tələb mənasında da artıq. Tələb səndən istəyir burada. Aydın oldu ağaca, tələb mənası. Bunu niyə deyir? Deyir ki, bunu deyən qol bunu demək istəyir ki, bəs şərtdir istila. İstila nə də buna deyir? İstila buna deyirlər ki, insan özün böyük saymaq, böyük sanmaq. Hərçən ki, həqiqətdə böyükdür. Yəni üstündür. Başa düşdün? İstila hərfləri keçirdik Quran. Yox, o şeydir, o üzərində olmaqdır. O üzərində də bunlar gəlir çıxır. Bilirəm, istila ona deyirlər ki, istila sözünün lüğəti mənası budur ki, böyük saymaq, üstün saymaq. Diqqət elə qazan. İstila var, mümkün insanın doğrudan məqamı zadı üstün olsun və istilası da olsun. Yəni, həm doğrudan məqam cəhətindən yuxarıdır, həm də bir şəkildə sənə bir şey tələb edir ki, öz səndən üstünlüyün ibraz edir, göstərir. Düz? Məsələn, bir dəfə sən deyirəm ki, fərz ki, mən sənə atanam. Seyid, dur, getmən üçün su yatır, tez ol. Həm doğrudan sən atan olduğuna görə səndən nəyəm uluvun varımdır, həm də o uluvu göstərirəm, istila edirəm. Buna diqqət elə, istilada, yəni uca saymaqda, yüksək saymaqda, insan burada saymaqda şərtdir, doğrudan belə olun. Başqa bir dənə misal da vurun. Bəzən insan özü yüksək deyir, amma elə göstərir ki, bu ondan böyüdür. Fərz ki, uşaq atası ilə elə danışır ki, yəni özün ondan böyük göstərir. Halbuki uşaq ondan böyüdür. Yaşda danışmıram, amma məqam cəhətində. Aydın oldu, və yaxud insanlar. Görürsən, şəxs Peyğəmbərlə elə danışır, yəni Peyğəmbərə deməsi ki, mən səndən şeyəm, yüksək səviyyədəyəm. Bəs istila, yəni böyük saymaq dəlildir ki, hökmən o şəxs həqiqətdə də uluvu var. Aydın oldu, bunu sağladınız. Bəs birinci qol bunu demək istəyir ki, indi əgər mənim bildiyimiz görərsə bu birinci qol. Birinci qol bunu demək ki, rəy bunu demək ki, ağacan, əmrin tələb mənasında olmasına şərt budur ki, doğrudan o əmrə kəlməsini istifadə edən, əmr eləyən şəxs uluvu olsun. Yəni doğrudan həqiqətdə nə olsun? Yəni ucalığı olsun ondan. Şərtdir istilası olsun. Yəni nə? Hətta təvazu ilə də yəni demək istəyir sözü desə, yenə də onun əmri tələb mənasındadır. Məsələn, misal, fərz elə ki, Peyğəmbər, şəkkimiz o ki, Peyğəmbər səndən, bizdən, hamımızda nədir? Uluvu var, həqiqətdə. Fərz elə Peyğəmbər səndən bir şey təvazukarlıqla istəyir. Düz? Təvazukarlıqla istəyir. Seyid, zəhmət olmasa, bir iskansiyyət. Təvazukarlıqla. Yəni, istila ilə eləmədi. Yəni, özün böyüklüyün sənə göstərmədən. Amma məqamı həqiqətən də ucadır. Bu birinci rəy deyir ki, yenə bu əmr tələb mənasında. Məsəl üçün bir müdür işçisinə deyir ki, xahiş edirəm bunu ora göndər. Bu rəy onu deyir. Bu rəy onu deyir. Bu rəy deyir ki, şərtdir doğrudan da məqamı uca olan şəxs özünü böyük saysın. Hətta deyirəm, hətta təvazukarlıqla da belə desə, yenə onun əmri tələb mənasını verir. Birinci rəy bunu deyir. İndi işimiz yox deyə tələbin mənası nədir? Qabaqda oxuyacaq, vücub deyilsə müstəbdələ o çatmamış bura. Aydın oldu bu? Birinci rəy bunadır. Bəs dəlili nədir? Deyir, dəlil uqaladır. Ağıl insanlar. Deyir, ağıl insanların yanında bir kəs doğrudan məqam cəhətindən yuxarı olsa, hərçən ki, özün məqamın ibrazla eləmə, özün belə böyük sanmadan bir şey səndən desə, əmərə kəlməsi ilə, ağıl insanlar başa düşür ki, bu məndən bir şey tələb edir. İndi tələb vücubdur, müstəhəbdir, ona çatmamışıq, ona geri qabadı satacaq. İşimiz yoxdur. Aydın oldu ağacan? Birinci dəlillər budur. Hələ bura qədər oxuyaq, sonra keçsin. Birinci dəlili başa düşdünüz. Bir dənə dəlili başa düşsünüz. Bir dənə rəy başa düşsünüz. Oburslar bir-birinə bağlılığı var. Yavaş ilə. Əl-məbhəsü thani. İkinci məbhəs. İ'tibarul uluv vəl-istila fi sidqi maddətil əmr ki, bi mənət tələbdir. İ'tibar bir deyən şərt olmağı, mötəbər olmağı. Uluvun və həmçinin də istilanın şərt olmağı
əmr maddəsinin tələb mənasına sidq eləməsində, yəni aid olmasında. Zahirən bu məbhəsin adını belə qoymaq öz rəyindir. Çünki müsənnifin rəyi bu olacaq ki, hər ikisi bir yerdə olmalı. Ona görə adını belə qoyub. Və. Aydın oldu? O cümləni oxudunuz, birinci cümlənin etibarı. Onu indi müsənnifin rəyini oxuyanda biləcəksiniz ki, onun rəyi odur. Sanki öz rəyini qoyub mətləbinə. İxtələfəl usuliyyun fi itibaril ulub vəl istila fi sidqil əmr bi mə'nət tələb. Amma ixtələfə nə? İxtələfə əla əqvali. İxtilaf ediblər usul alimləri. Uluvluğun və istilanın, uluvla istilanın fərqini bildiniz də? Uluv budur ki, doğrudan üstünlüyü var. İstila budur ki, üstün saymağı olmalıdır. İbraz üstünlüyü, izhar eləmək üstünlüyü. Uzaq şamordan. Hada saymaq da, böyük saymaq da, saymaq. Hərçən ki, həqiqəti də bəlkə bozukdur. Fi sidqil əmr bi mənət tələb. Tələb mənasında olmaqda əla əqvalın bir neçə qolları var. Burada ixtilaflarmış qollar var. Bir, yu'tabaru yəni yuştaratu. Yu'tabaru fi sidqi maddətil əmr nə vücudul uluv fil amr. Dunəl istila. Yəni qeyr, istila lazım deyil. Yəni. Birinci qol budur ki, şərtdir ki, əmr maddəsi ki, tələb mənasını versin, uluvluğun olması. İstilasız. İstila lazım deyil. Aydın oldu? Yəni, elə ki, bir ansam doğrudan da həqiqətdən də səndən üstündürsə, atadır, müəllimdir, nə müdürdür. Bu kifayət edir. Sənə bir şeyi əmərə kəliməsi ilə desən, bu tələb mənasındır. Lazımdır sənə. Özünü böyük göstərməyə ehtiyac yoxdur. Aferin. Aydın oldu? Nə üçün ağa deyir? Elə bunu deyir, elə Seydin sözünü deyir. Likifayəti sudurut tələb minəl alim. Ağa, kifayətdir ki, tələb sadir olsun alidən. Elə yuxarıdan gəlirsə bu kifayət edir. Və in kana mustaxfizan li cənahihi. Cənah bu kinayədir. Həmin şeyə deyərlər, qanada deyərlər. Qanatların yerə, hərçən ki, o qarşı tərəf qanatların yerə qoyub. Kinayədir təvazökarlıqdan. Aydın oldu? O ki, hədis ki var ki, deyir ki, mələklər elm tələbəsi üçün qanatların yerə qoyarlar filan bəs məkan. Aşaşdırın. Qanadı yerə qoymaq bir növ kinayədir. Kinayə ünvanın təvazö. Deyir ki, nə deyir? Vav-ı vusliyədir. Hərçən ki, və in kana mustaxfizan li cənahi. Mustaxfizan yəni qoyub, yerə qoyub. Hərçən ki, belə deyək də, qanadların yerə qoyub, yəni hərçən ki, nə ağa təvazökarlıqla olar. Endəl uqala, aqil insanların yanında elədir. Aydın oğa, yəni ağıl sahibləri bir kəs doğrudan da məqamı alidirsə, onun tərəfinə əmərə kəlməsi ilə bir söz gəldirsə, tələb başa düşürlər. Lazımdır şiddətlə desin, mən sənin ağanla bu cürə bir şey özün izhar eləsin, ibraz eləsin, öz üstünlüyü lazım deyil. Aydın oldu? Və huvə xeyrətil muhaqqiqil xorasani. Bu xeyrə yəni muxtar, yəni rəy, seçdiyi. Kimi mühaqqiq xorasani? Yəni sahibi kifayənin təqribən son 100 ildə adətən axırıncı səthi dərslər arasında axırıncı usul kitabıdır. Son 100 ildə. Aydın oldu ağacan? Yaxşı. Sahibidir, yəni mühaqqiq xorasani. İkinci rəy İmam Xumeyninin rəyidir. Müsənnif də bu rəyi qəbul edir. Bu rəy bilsə nədir? Deyir, tək uluv şərtdir. Və tək istila da kifayətdir. Yəni, nə tək məqamın üstün olmağı kifayət eləmir, nə də tək də məqamın üstündür, amma özünü elə böyük göstərir. O da kifayət eləmir. İkisi bir yerdə olmalıdır. İkisi bir yerdə olsa, əmərə kəlməsi ilə mənə bir söz desə, tələb başa düşülür. Aydın oldu? Yəni, qarşı tərəf həm məqamı uca olmalıdır, həm də bir cürə eləməlidir ki, öz üstünlüyü sənə göstərməklə əmərə eləsə sənə. Biz deyirik ki, əgər istilanı göstərməsə,
o şəxs elə özü böyük bir şəxs olsa, o ki, xahişlə elə tələbdə eləsə, müxatəb başa düşür ki, o məndən böyükdür. Bura diqqət. Bizim işimiz orada Ya, deyil. demək istəyirəm ki, buna biz işgal eləyə bilərik. Bizim işimiz orada deyil. Bizim işimiz orada deyil. Yox, tələsmə. Bizim işimiz orada. Diqqət et, bizim mövzumuz buradır. Qarşı tərəf əmərə kəlməsindən istifadə eləyərək. Başqa kəlmələrlə işimiz yoxdur. Başqa əmələ kəlməsi. Əmərə kəlməsi ilə bu sözü desə. Hə. Fərz elə ki, öz xahişlə desə. Biz tələb başa düşürük. Yoxsa hansı bir görür o əmələ kimin ağzından çıxır? sən onda birinci qolu sahibisən də. Nəyin ağa 4 dənə qol ona görə vardı. Bu vazih deyil. Yox. Sən bunun dəlillərini gözlə, sonra da dəlillər çatmışıq. Aydın oldu məsələ. Bu deyir ki, ikisi bir yerdə olmalıdır. Biri olsa olmayacaq. Dəlil, əlbəttə belə şey cibimizə danışmayacaq ki. Bu həm İmam Xomeynin rəyidir, həm də müsannif özü bunu qəbul edir. Başqaları da var qəbul edir. Tək budur, yəni ixtilaf. Ustadım. Ha. İmam Xomeyni. Çox adam ustad olur, biri də müsannif ustad olur. Yaxşı. Necə? Bəhs apardım xülasəsi. Bəli, edam. İnanmıram. Ola bilər, bilmirəm. Xülasə veriş, bəhsimiz burdadır. Necə? Ağa ki, o ki uluv olmağı ki bildik. Uqala yanında uluv şərtdir ki, əmirdən tələbi başa düşək. Bunu bildik də, bunu keçəkdə də. Yuxarıda dedik. Dəlillə ağıl insanlar. O şey ki, istilada şərtdir ki, bu olacaq ki, biz görmüşük ki, bir kəs ki, doğrudan məqamı yoxdursa, istila edirsə boş. Yəni əmr bu cür necə deyirlər, özün belə göstərirsə, göstərir özünü boş yerə. Hə. Öz boş yerə göstər. Fərz et ki, onun məqamı yoxsa, gəlib onun məzəmmət ki, sən mənə əmr edirsən, sən mənə bir şey tələb edirsən. Fərz et sənin əbdin gəlib elə, Seyid, deməsə siyədir. Yox, əmr eləm suya. Hamımız nə cünsün? Mənə tələb edirsən sən məndən bir şey. Bilsən nə deməkdir? Demək, tələb başa düşdülər ki, ona iradə edirlər də. Başa düşürür. Bəs onda istila olanda da tələb başa düşülür də. Aydın oldu? Bəli, məzəmmət ona görə eləyir ki, sən qələtə belə sənin məqamın uzundur. Amma tələbi başa düşürlər. Bizə də bu lazım ki, əmərədən tələb başa düşülür yoxsa yox. Bizə bu lazımdır. Bizə lazımdır ki, onun tələbi kizibdir yoxsa sadiqdir, həqiqət yoxsa yox. Döyülməlidir yoxsa biz onun işimiz yoxdur ki. Biz istəyirik ki, görəsən biz ondan tələbi başa düşürük yoxsa yox. Onu istəyirik deyə. O sən cümsə deyirən, bura ki bir dənə şillə qoysan, mənə tələb etsin, mənə əmr etsin, mənə tələb etsin bir şey. Hə? Demək, sənin zehnivə istilası ilə, məqamı ki üstündə öyrək, istilası ilə, yəni özün üstün göstərmək, sənə tələb başa düşdün sən. Məndən tələb edin. Ona görə döyürsən. Başa düşdün? Bəli, uluvu da olsaydı, daha artıq onu deməyəcəydin ki. Deməyəcəksin, çünki həqiqətdə də yerindədir. Aydın oldu ağacan? İmamla müsənnif gəlir burada tələbin həqiqətin qəbul edir deyirdi. Bu ki məlumdur da. Yo. Biz istəyirik ki, bunu bilək. Başa düşdük. Bunların rəyində bir kəsin əgər məqamı üstündə olsa, amma xahişlə bir şey istəsə, istila eləmədən o tələb mənasını vermir. Niyə? Çünki istila şərtdir. Niyə vermir axı? Sən birinci qolu çünki Yox, niyə vermir? Buna görə ki, çünki ikisinin bir də şərt bilir axı. Çünki deyir ki, əsl dəlillər bu. Çünki deyir ki, uqala yanında bir kəsin özün eyni bilirsə, ya aşağı bilirsə, bir şey istəyəndə ondan tələb başa düşmür. Məsələn, sən bu gün gəlsən, mənə desən ki, sabah mən gələcəm, bu fəsli mən üçün oxuyasan. Xahiş edirəm, bu fəsli mən üçün oxuyasan. Mən başa düşürəm ki, sən məndən tələb edirsən bunu. Vələ o sən istehla eləmirsən. Mən ama başa düşürəm bunu. Amma misal üçün, amil sabah mənə zəng vuracaq, deyəcək ki, və yaxud da nə bilim, yəni başqa biri. Deyəcək ki, bunu mənə gəl danışa. Deyəcək mən, bunu dombalı kare. Niyə? Sən onu niyə məzəmmət edirsən? Əmr başa düşəcəyəm yenə. Sən onu niyə məzəmmət edirsən? Məndən əmr eləyir. Sən onu niyə məzəmmət edirsən ki onu?
Niyə məzəmmət edirəm? Çünki sən onun istilasından başa düşürəm əmr eləyir məndən. Tələb eləyir. Mən deyirəm ki, həm uluvla tək, həm istila ilə tək öz-özlüyündə əmr başa biz onu deyirik. Ağa bunu dəlil imkan versən, qurtarım da. Bəs bunların dəlili budur ki, diqqət elə bunların dəlili budur ki, vaxt bir kəsin ki, məqamı üstündür. Xahiş eləyəndə ürf ondan iltimas, istida, zat başa düşür. Onu başa düşür. Amma yanında məqamı ilə olsa, məsələn, belə deyək. Deyək ki, Seyyid, mən Peyğəmbərəm sənə deyirəm ki, get su gətir. Hətta bu, biraz daha məqnaya baxsaq... Ağa, tələsmə, bunların dəlili axırdır da. Dəlilin gedirdi, sən rivayət mi getirəcək dəlisi? Səbəb belə. Bizə o lazım. Özünü çox yuxarı aparır. Kim? Allah özü, Peyğəmbər özü, imamlarımız. Aydın ona dikkat et. Mövzu dikkat. Çıxmayın. Çıkart. Getməyin. Biz hələ buradayıq. Biz hələ əmərə kəlməsindən danışırıq. Başqa yerlərdə bəlkə yoxdur bu söhbət. Biz əmərə kəlməsindəyik. Bunların rəyi budur ki, ağacan, məqamın özü özlüyündə uluv olması kifayət eləmir. Niyə? Çünki məqamı uluv da olsa, əgər o öz məqamını göstərməsə, bir şey əmr eləsə, istida başa düşülür, ya iltimas başa düşülür, yəni eyni səviyyədə olmaq bir şey başa düşülür. O ki, tələb, o ki, mənası başa düşülmür. Aydın mətləb? Aydın. Oxuyaq bunu. 2. Yu'tabaru fi sidqi maddətil əmr kiləl əmreyn. Yu'tabaru fi sidqi maddətil əmr kiləl əmreyn. Şərtdir ki, sidq eləsin maddi əmr, həmin o tələbə də, yəni, iki əmr, hər iki əmr şərtdir. Hər iki əmr yəni nə? Uluv və fəla yuaddu. Fəla yuaddu yəni fəla yuhtəsəb, sayılmaz. Fəla yuaddu, sayılmır kəlamul mevla mə abdihi əmrən izə kənə alə tariqil istida. Xahişlə. Buna əmr deməzlər. Nə oldu? Dəlilin deyəcək, tələsmə. Dəlilin deyəcək. Və huvə xeyr. Əlbəttə ki, burada dəlilin demir ha. Dəlilin qabaqda deyəcək. Və huvə xeyrətü seyyidil imamil Xumeyni. Rəhmətullahi aleyh. Bu özü də onu neyini seçəcək. Yaxşı. Üçüncü. Ağacan. Şərtdir budur ki, ağacan. İki əmirdən biri olsun kifayətdir. Mən əslində bunun dəlili ilə yuxarını izah elədim. Gərək bunların dəlilini ayrıca mən indi qabaqda izah edəcəm. Bunların dəlillərini gərək eləyim, neyim? Eləyim, izah edeyim. Ağacan, üçüncü qol deyir ki, iki dənə sifətdən biri olması şərtdir. İkisi bir yerdə olmağa şərtdir. Birinci deyil. Üçüncü qol. Biri, hansı biri olsa kifayətdir. Diqqət edin. Birincisi deyirdi, yalnız olub, kifayətdir. İkincisi deyirdi, hər ikisi olsun. Üçüncüdür, hər hansı biri olsa tələb başa düşürür. Necə? Deyir, ağa məlumdur. Uluvdakı tələbi yuxarıda dedi, uqala başa düşür. Hətta uluv olmasa da belə. Birdən tələb eləsə, biz onu neyinirik? Məzəmmət edirik. Əsən kimsən mənə əmr edirsən, tələb etsən? Bəs başa düşmüşəm ki, onu məzəmmət edirəm. Aydın oldu? Bəs şərt deyir onda uluv olsun. Mən əslində bu dəlili burada deməliydim. Mən onların dəlilini yuxarıda səhvdir. İndi ikincisinin dəlilini bundan sonra deyəcəyim. Mən ikincisinin dəlilini isə səhv dedim. Saxlayırsınız? İkincisinin dəlilini indi bundan sonra deyəcəm. Hələ tələsməyin. Bəs üçüncüsünün dəlili ki, var idi, hər ikisindən biri olsa, hər hansı biri olsa kifayətdir. Birinci dəlili budur ki, o ki uluv şərtdir. Niyə? Uqala yanında uluv şərtdir. Bunu bildik. Hə? İkisi də olsa nuralan nurdur, işimiz yoxdur. Biri də olsa kifayətdir. Uluv da olsa kifayətdir, tələb başa düşür. Deyir, hətta uluv olmasa, yalnız istila da olsa kifayətdir. Dəlili də budur ki, bir kəs əbd öz ağasına əmr eləsə, gəlməsin süyyəti, su etməsin. Əmrin başa düşər ona etiraz. O tələb ondan başa düşür ki, sən kimsən mənə deyirsən, etmirsən süyyətini. Başa düşdün, bu qəbih bilmək onu, o mənada işləyir. Aydın oldu ağacan? Dördüncü mənanı da deyim, dördüncü mənanı... Demir də üçüncü kimin nəzərində? Yox, tələsmə, yox. Üçüncüdə demir kimin rəyidir. Dördüncü rəy isə ağacan, heç biri başa düşülmür, heç biri şərtdir. Nə bu olsun, nə bu olsun. Heç biridir. Ya qərinədən başa düşürür, başqa şeylərdən başa düşürür, ya da ki, muzmar görəcək. Heç biri bu da ağay vurucaqdır, nə idi? Bu məcaz götürüb də onunla. Yox, kulləndir ki, o bir şey əmərdən tələbə başa düşmək bağlıdır uluvva. İstilaya, o bağlıdır. Ya məsələn, əslən kəlmənin özü onu çatdırır. Gəlib buna itiraz edən yoxdur. Niyə bu? Diqqət edə bilirsən sözündə nə deyir? Sözü gör nə deyir? Deyir, fərz elə ki, gör ki, bir kəs əbiddir. Heç istila da eləmir.
Fəqət belə. Əmr edirəm sənə zəhmət olmasa bir dənə nəsihət də mənim üçün. Yenə bu əmr sözündən sənin zehninə tələb gəlir onsuz da birinci. Tələb mənim bu söz. Şərt deyir onun uluvu olsun, ya nə olsun, istil olsun. Bunlar şərt deyil. Amma obursu qola şərt biridir. Birinci yalnız uluvu gərək olmalı, başqa şey yox. Obursu lazım deyil, birinci. İkinci deyir, hər ikisi bir yerdə olsun. Üçüncü deyir ki, biri hətta əqəl olsun. Aydın oldu, müəyyən olmadan, hansı birisi olsun. Dördüncü deyir, heç biri lazım deyil. Aydın oldu, oxu getdi. 3. Yu'tabaru fi sidqi maddətil əmr əhədə nəqa əhədul əmri. İkisindən biri. Əl-ulub avla gətirir, vavla yaqa. Yaxud da istila. Düz ağacı. Amma kifayətil ulub, amma ulub ki kifayət edir, birinci qolda keçdik də. Fələmma təqəddəmə fi dəlil, yaxud da fələmma da oxumayın, şeylə oxuyasın, lima ilə oxuyun. Fəlima təqəddəmə fi dəlilil qovlul əvvəl. Ağacan, yalnız uluf kifayət eləməyi birincidə keçdik də. Aqil insanlar, məqamı üstün olan bir kəs, aqil insan, məqamı üstün olan bir şəxsdən bir əmərə kəlməsini eşitsə, hətta xahişlə desə, tələb başa düşür. Birincidən oldu. Və amma kifayət istila, yox, yalnız istila da kifayət eləyir. Onu nədir? Fəliənnəhu yəsihhu təqbihu talibus safilil müstə'li mimmən huvə ə'la minəs safil. Nə ilə? Fəliənnəhu, çünki səhihdir ki, belə deyək, məzəmmət etmək. Kimi məzəmmət etmək? O tələb eləyən ki, aşağıdır, safildir. Safil yəni aşağıda. Əla var, əsfəli safilin safili. Safil ki, müstə'li eləyir, yəni nə? Özün böyük görür. Kimdən böyük görür? Mimmən huvə, o kəsdən ki, o kəs daha üstündür ondan. Hu qayıdır həmin o safili müstə'liyə. Yəni nə ilə? Dəlil nədir? Dəlil budur ki, səhihdir ki, məzəmmət oluna kim? O aşağı həddə olan, yəni məqamı aşağı olan, tələb eləyən ki, var, özün istilahən, yəni özün üstün bilməklə bir şey tələb edir. Kimdən üstün bilir? O şey, o kəs ki, doğrudan ondan üstün bilir onu. Ona təqbih eləmək, onu məzəmmət eləmək səhihdir. Ona məzəmmət eləmək səhihdirsə, niyə məzəmmət eləmək səhihdir? Demək, ondan tələb başa düşüb ki, xoşuna gəlməyib məzəmmət eləyir də. Aydın oldu ağacan? Ağacan, ibarə aydındır. Yaxşı. Və təvbihuhu, təvbih də həmin o təqbih mənası, yəni qəbih bilmək və yaxud da məzəmmət eləmək. Bimithli, bir cürə, innəkə lima tə'muruni. Sən mən niyə əmr eləyirsən? Demək, tələb başa ki, əmr eləyirsən də. Xeyr mə əmr eləyirsən yəni. Kimsən? Aydın oldu? Dördüncü qolu ki, oxudu. La yu'tabaru fi sidqi maddətil əmr vahidun minhuma, heç bir şərt deyir. İstir olsun, istir olmasınlar. Və huvə xeyrətul muhaqqiqil Burucerdi rəhmətullah aleyh. Aydın oldu ağacan? Belə. Musannif, sənin rəyin nədir? Musannif deyir, mənim rəyim həmin o İmam Xümeynin rəyidir, ustadımızdır. Bəs o hər ikisini şərt bilmişdir? Bəli, hər ikisini mənə şərt bilirlər. Dəlil gəlirəm. Deyir, ağacan, əmr kəlməsinin bizim dildə, fars dilində tərcüməsi fərman deməkdir. Fərman. Fərman o yerdən sadir olur ki, onun məqamı uluvdur. Yeri yuxarıdır ki, fərman verilir. Ümumiyyətlə, məqamı olmayan, yəni aşağıda olan şəxsdən fərman sadir olmur. Yəni bir şey çıxmır. Yəni fərman həddinə sonra. Üsbasında belədir mənası. Xülasə, əmrin məsi fərmandır. Fərman həmişə məqamı yuxarı olan şəxsdən çıxır. Yəni, bəs onda əmr kəlmə, vaxt ki, əmrədə tələb olur, yuxarı olmalıdır. Bu uluv. Düz. İstila nədir? İstila deyək şərt deyək. Deyir, mən sənə dəlillər gətirəm, şair gətirəm ki, orada Peyğəmbər istila eləməyib, qarşı tərəf başa düşməyib ondan əmr. Biz ərəbə tabiyik də. Necə? Bir dənə qissə danışmalı ya. Şəriətdə bilirsiniz ki, ərlə arvad, əgər qul olsa ikisi də, arvad azad edirsin, indi ola bilsin, ağası azad edir də, bu ikisi də quldur, ər-arvadlar. Arvadı azad edir. Deyir, sən şeysən, azadsan. Qadın ixtiyar sahibidir. İstəsə qul ərində qala bilər, istəsə də ondan ayrıla bilər. İxtiyar sahibi. Bu ki, şəxs ki var, bundan söhbət edirlər, qadının adı şeydir. Bir dənə qadındır, adı da Bureyrədir, Bureyrə. Bureyrəni azad eləyir.
Ağası tərəfindən. Burayla. Vara gəl, mətndə gəl. Burayla azad olur. Belə bir fikrə düşür ki, mən azadam da gedim, qullarımla yaşayıram, azad yaşayayım da, sonra da gedərəm evlənəm. Mən artıq azadam, hər şeyim var, hər şeydən mənimdir. Çünki qulun bəzi şeyləri yoxdur əlində. Bunun əri, yoldaşı çox özünü pis hiss edir, narahat olur, deyir gecə gündüz. Bunu İbn Abbas görür, gecə gündüz ağlayır, küçələrdə sərgidən mənim arvadım, mənim ana, uşaqlarımız var, mən onsuz qala bilmənəm, filan məsələn. O şeyin bir vasitə ilə ki, Peyğəmbər bunun xanımı ki var, adı da Bureyradır, onunla danışsın. Yola gətirsin. Yola gətirsin ki, ayrılma, boşanma dördü, ayrılma da ondan. Peyğəmbər də ona buyurur ki, deyir ki, bəs belə xərə sən azad olmusan, bu da sənin uşaqlarının atasıdır, falan. Uşaqlarının atasıdır, bəlkə qaydasan, falan, bəs məkan. Bəli, Mustənədə sünni kitablardır. Qaydır, deyir ki, Bureyra ona, ya Peyğəmbər, sən mənə əmr edirsən? Niyə bunu deyir Peyğəmbər, sən mənə əmr edirsən, tələsmin. Çünki Peyğəmbər də deyir ki, yox, mən sənə əmr eləmirəm. Ənə şafi, mən şafiyəm. Yəni, mən vasitəçiyəm, sizin aranızı düzəltməyəm. Niyə bunu deyir ki, sən mənə əmr edirsən? Çünki qarşı tərəf Peyğəmbərdən əmr, tələbi başa düşmədi. Niyə? Çünki Peyğəmbər xahiş eləmişdir. Çünki onun şəri vəzifəsidir ki, ixtiyar sahibidir. Qadın ki, ixtiyar sahibi, Peyğəmbər ona vacib edilməz ki, onu. Və sonunda ondan xahiş minnətlə istədiyini, yəni istila göstərməyib, hər türlü məqamı uluvu var idi. Uluvla bir istila eləmədi deyə Peyğəmbər, qarşı tərəf ondan həqiqətə əmr başa düşmədi ondan. Ona görə təzdən sual verirsən, mənə əmr edirsən, yoxsa yox. Şəkkə düşdü. Burada mani bir eləyəm mən əmrin özündə. Ağacan, qoy bir dənə istila tamam olsun. Əmrin özünün istila həqiqəti var. İstila tamam olsun. Bəs Bureyra Peyğəmbərin ki, məqamı uca idi, düzdür yoxsa yox? Peyğəmbər bir dənə istila göstərməməklə danışığında, xahişlə, minnət eləməklə Peyğəmbərdən əmri başa düşmür və əlaqə şəkkə düşür. İstilası məlumdur da Peyğəmbərə soruşmaq. Peyğəmbər deyir ki, Sonra digər zəhətlər... Ağacan, zəhmət olmasa, imkan var ki, sən ərvə qaydasan, filan bəs məkan. Bu istiladır. İstila budur ki, sən öz o məqamı göstərəsən. Mən bir Peyğəmbər olaraq səndən tələbim budur ki, git filan işi gör. Öz məqamından istifadə edir. Burada iki dənə məqam var ki, o əmr ya beca ola, bunlar dilləri, yəni həqiqət özündən ola, yerində ola əmr. Əmr bir növ yerindədir, xahiş mənasındadır burada. Onu deyirəm, buna gəl. Bu ki, bilir ki, Peyğəmbərin məqamı var, uluvdur. Peyğəmbərdən niyə o əmrə başa düşmədi? Peyğəmbərə təzən sual verir. Çünki Peyğəmbər ona istila ilə bir şey istəmədi, xahiş nə istədi? Başa düşdün? Bu dəlildir ki, istila olmasa... Hətta istila ilə istəsəydi belə, nə olacaq? İstila ilə istəsəydi belə, burada tələb ki, vazih idi. Peyğəmbərin ixtiyarı var idi, ondan tələb edir. O, sən başqa mövzudur. Sən bilsə nə deyirsən? Bəs onda... Niyə Peyğəmbər eləyə bilməz? Peyğəmbər niyə eləyə bilməz? Çünki Peyğəmbər bilir ki, o azad bir ixtiyar sahibi. Ola bilsin, hökm-i sanəviyə görə əmr eləsin ona. Çoxlu şeylər var ki, halal düzdür, sənə halal deyil. Elə bilər onda. Düzdürmü? Məsələn, maşın sürmək halaldır. Sənə olmaz eləmək, maşın sürmək. Sən maşın sürəndə özündə olmursan, məsələn, misal var. Maşın sürmək haramdır. Sənə olmaz. Mən Peyğəmbər olar. Mən də o gələm də, mən Peyğəmbər olar sənə icazə verməm bu işi görəsən. Buna evi var ki, istilan edin. Bəs bundan başa düşür, vaxt ki, istila eləmədən bir söz dedi, qarşı tərəf onun əmri başa düşmədi. Təzdən sual verir, bu əmrdir yoxsa yox? Yəni, mən tələb başa düşmədim, şəkdəyəm. Bu dəlildir ki, istilasız başa düşülmür. Bəli, bəzən qəlbinlə başa düşüşümü yoxdur. Ya sən lütf babından, hörmət babından, itaat babından üçün özün bilərsən. Öz dəlalət eləmir, bəs bundandır. Bəs müsənnifin iki dənə dəlili var ki, obursu mənası bəli, ulul məlum idi, ulul ki, çünki bu əmrdən fərmandır, yuxarıdan sadir olma, məqam olmalıdır. Həmçində şahid də gətirdi ki, istila olmasa, istila. Yəni, özü göstərmə olmasa, qarşı tərəf həmişə başa düşmür tələbi. Hələ bunu biraz mətnindən oxuyacaq. Əz-zahir huvəl qovl-ı-thani. Zahir ikinci qovlu. Qovlu hansı qovlu idi? İndi başa düşdünüz ki, bəhsin adı niyə belə qoymuşdu? Bəhsin adı əl-məbhəsul əvvəl niyə qoymuşdu belə? Hə? Vavna. Əz-zahir huvəl qovl-ı-thani.
فإن لفظ الأمر في اللغة العربية Az-zahid deyəndə bu nəyə nəzər? zahir mənim rəyim budur. Ha, mənim rəyim. Mən üçün zahir olan budur. Aha. Mən üçün aydın olan budur. Az-zahir tək bura aiddir. Fiqdə də oxuyacağız görəcəksiniz. Az-zahir bir ki zahir budur. Zahir mənim başa düşdüyüm. Ondan mənə zahir olan belə deyil. Mənə aydın olan. Aydın olan. Doğrudan belədir deyə bilmərəm, amma mən elə başa düşürəm. Mənim qənaətim odur. Az-zahir huvəl qavl-ı-thani. فإن لفظ الأمر في اللغة العربية معادل لللفظ الفرمان في اللغة الفارسية. Ağacan, ərəb ləfsi, ərəb dili, ləfsi əmr, əmr ləfsi, ərəb dili lüğətində nəyin qarşılığındadır? Fars dilində olan fərman sözün qarşılığındadır. Və huvə bu fərman yətəzammə nəyi? Uluv və sahibihi. Onun sahibinin uluvunun özünə götürüb, özündə diri cəm edib, özündə saxlayıb. Şamildir. Aydın oldu ağacan. Və lizalik və buna görə də yuzammu iza əmərə və ləm yekun aliyən. Buna görə də uqala yanında bir kəs doğrudan ali deyilsə, əmr eləyə məzəmmət olunur. Və buna görə də məzəmmət olunur bir kəs ki, ali deyil, amma əmr eləyir. Fərz ki, bir kəs, belə deyək, general deyil, polkovnik deyil, mayor deyil, əskərdir. Əskərin hamısı bilirlər axı bir-birinə, fərz əskəri. Filan əskəridir ki, filan şey, sən kimsə mənə bilirsən. Mənası budur ki, onun sözünü qəbul eləmir ümumiyyətlə. Çünki əvvəl uluvu da olmalıdır onu sonra. Məgər ki, o doğrudan o əskərin nəyəsə görə üstün yox, başqa məsələ, xulasa üstün. Aydın oldu? Və amma etibar istila, bəs istilanın şərt olmağını hardan çıxartdın? Ay müsannif, فَلِعَدَمِ صِدْقِهِ فِعَدَمِ الْصِدْقِ الْأَمْرِ بِمَعْنَ التَّلَبِ إِذَا كَانَ بِسُورَةِ الْاِسْتِدْعَ Xahişlə olsa, əmr bəmənə tələb başa düşülməyəcək. Aydın oldu qalar? Yəni istid'a, yəni xahiş. Şahid var və yuşhəd ləhu qovlu Bureyr. Şahid olur Bureyrin qovlu. Qovlu Bureyrə qadındır. Qovlu Bureyrə kimə dedi? Bureyrə kimə deyir bu sözü? Li Rasulillah sallallahu aleyhi və aleyhi. Tə'muruni ya Rasulallah. Mənə əmr edirsən ya Rasulallah. Qalə İnnəmə ənə şafi. Mən şəfaətçiyəm, yəni vasitəyəm yalnız. Mən səndən demək istəyəm ki, yəni belə də eləyə bilərsən, belə də eləyə bilərsən. Nə əcəb məsələn ayrılırsan? Daha yaxşıdır ki, ayrılma. Məsələn, bildir necə? Xahiş edir. Ənə şafiyəm, mən əmr eləmirəm. Aydın da qazan. Yəni nə? Fələv kana mücərrədül uluv kafiyən. Əgər yalnız mücərrəd edir, yalnız uluvluq, yəni üstünlüyü Peyğəmbər kifayət eləsəydi, həmin o tələbi başa şeylə düşməkdə də yəni ləma infəqqə tələbuhu min kovnihi əmrən. Bəs onda onun infəqqə ayrılmaqdır. Ləma infəqqə yəni ayrılmazdır. Bəs ayrılmazdır Peyğəmbərin tələbi ki, əmrdir yoxsa yox. Yəni Peyğəmbərin əmrindən tələb başa düşərdi. Aydın oldu ağacan. Bəs onda xaişlə istəmək qarşı tərəfi ən azı tərəddüdə və şəkkə salır ki, bilmir doğrudan Peyğəmbər mənə əmr edir bir şey mənə, yoxsa yəni məndən tələb edir, yoxsa məndən eləmir tələb. Aydın oldu? Ona görə şəkkədir. Aydın oldu? Bəs bir dəfə deyim. Əgər fələv kanəl uluv, fələv kanə mücərrəd uluv, yalnız uluvluq kifayət elsəydi, ayrılmazdı Peyğəmbərin tələbi min kovnihi o tələb əmrdən. Yəni elə əmr eləməklə tələb başa düşərdi. Yəni. Aydın oldu? Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.